Birinci sualdan baxaq. Faktorial sualında 1 faktorial 1'dir. 2 faktorial 1 vur 2, 2'dir. 3 faktorial 1 vur 2 vur 3, 6'dır. Növbəti faktoriallar 4, 5, 6 hamısı 6'ya bölünəndir. Niyə? Çünki bunun içərisində onsuz da 1 vur 2 vur 3 yoxdur. Düzü? Növbəti misal üçün 4 faktorialdan olacaq. 1 vur 2 vur 3 vur 4. 5 faktorialdan olacaq. 1 vur 2 vur 3 vur 4 vur 5. Yəni hamısının içində nə var? 6. Hə. Yəni 1 vur 2 vur 3, 1 vur 2 vur 3. Yəni 3 faktorialdan sonraki bütün ədədlərin hamısı 6'ya bölünəndir. Orada bir dənə artıq nə qalır? Yəni bunlar gedir bu heç. 6'ya bölünməyən bir dənə 2 var, bir dənə 1 var. Hə, onların da cəmi 3 edir, bu qədər. Yəni elə bil ki, o yenə deyirəm, 3 faktorial 6'dır. 3 faktorialdan sonraki 4, 5, 6 faktorialların hamısı 6'ya bölünür. Bir dənə orada qalacaq 1 ilə 2'nin cəmi. Oldu? 3. Belə. Bu sual biraz vaxt aparandır. Necə vaxt aparandır? Yəni biraz imtahanda baxmadı, adamı yorur. Buna atırsam bir yana, mən sizə demişdim. Elə bil, bura olur plus 16 böl 2x plus 1. Mənfi 16 sola keçsək plus oldu. Burada məxrəci 1 yazsaq, burada 2x plus 1'ə vursaq nə olur? 2x'i 2x'ə 4x kvadratı, 2x'i 7'yə 14x, 1'i 2x'ə 2x, 1'i 7'yə mənfi 7. Plus 16 da burada dişlərini ağardır. Burada 4x kvadratı qaldı. Mənfi 14x'in 2x, mənfi 12x edir. Bir də 16'dan 7 çıxanda nə qalır? 9. Bu da oldu 2x plus 1. Düzmü? İkisi idi bərabər 0'da. Yuxarı 2x minus 3'ün kvadrat düsturu deyil bura. Aha. Bu kvadrat olduğu üçün həmişə müsbət olur. Müsbət də nəyə bölməndə 0'dan balaca olur? Mənfiyə. Deməli, 2x plus 1 0'dan kiçik götürülməlidir. 0'a bərabər ola bilməz. Çünki məxrəc 0 olunur. Onda 2x mənfi 1'dən, x də mənfi 1'dən balacadır. Bunu atdıq yaddaşa. İndi bir dənə məsələ də var. O nədir? Surət 0 ola bilər axı. Burada da 0'a bərabərliyi qeyd edib bizim üçün. Ona görə 2x minus 3 0 da ola bilər. 2x 3, x də 3 böl 2 də ola bilər. Ona görə bura bir dənə 3 böl 2'ni də əlavə edirsən. Bir dənə 3 böl 2 ödəyir elə bil yuxarıda başa düşdü 0 olmaq üçün. Hə, bir dənə mənfi sonsuzdan mənfi 2'də 1'ə qədər. Elə bil oldu B bəndi. Aydındır? Bilmədin? Bax, orta məxrəc elədik, buranı bildin. Sadələşdirdin. Yəqin ki, burada problem yoxdur. Bura oldu 2x üçün kvadratı. Bura kvadrat olduğu üçün müsbətdir. Müsbəti də sən mənfiyə bölməlisən ki, 0'dan balaca alınsın. Demək, 2x plus 1 0'dan kiçikdir. Onda da 2x mənfi 1'dən, x də mənfi 1'dən balacadır. Demək, mənfi sonsuzdan mənfi 1'ə qədər. Amma bir məsələ var ki, surət də 0 ola bilər də. Burada bərabər işarəsi var axı. Ona görə 2x küçü də 0 götürəndə x 3'də 2 də əlavə olunur. Aralığa daxil olmasa belə, yəni əlavə olaraq onu qeyd eləməyə məcbursan. Bu asan düşüb, kompleks. Hə. Sadəcə vurub açırsan. 1 çıx 5i vuraq 2 plus 3i. 1'i 2'yə 2, 1'i 3'ə 3i, mənfi 5'i 2'yə mənfi 10i, mənfi 5'ini 3'yə mənfi 15i kvadratı. İndi i kvadratı mənfi 1 olduğu üçün, gəl buranı yazaq, bu 2 qaldı. 3'dən 10'lu çıxdın, 7i, mənfi 1 ilə mənfi 15, müsbət 15'ə çevrilir. Bu da olur 2 ilə 15, 17, çıxaq 7i. Dəbəndi. Asandı mı? Bir dənə bilmək lazım ki, i kvadratı mənfi 1'dir. Qutardı. Qalan şeylər düzəlir. Bu getdi öz işinə. Dördüncü sual. Loqaritma asan düşüb. Loqaritmada mən sizə yadınızdadsa demişdim ki, bu ikisi də 5 olsa, bu ikisi də 4 olsa, 3 olsa fərqi yoxdur. Onda nə baş verir? Başlığı köçürək bir dənə. Əgər ikisi də eynidirsə bunların, bu aşağıya düşür,
2 də yuxarıya çıxır. İkisi 5 də olsa, 10 da olsa, 40 da olsa fərqi yoxdur onun. İndi sən baxırsan, 8 ilə 2-nin əlaqəsinə bax. Aysa, buranı kuba yüksəltsən, 27-də 8 olur bura. 3-ün kubu 27, 2-nin kubu 8. Oradan da görsənir ki, 8 ilə 8 bərabərdirsə, 2x çıxaq 1 ilə də 27 bərabər olmalıdır. Onda 2x olur 28, x də düşür 14. Aydındır. Yazma olar. Ha? Belə. Ən pis halda sizə bir dənə söz deyim. Yəni, orada cavabları bir-bir yerinə qoysaz belə, cavab düz çıxacaq. Bu sual yenə çox asan düşüb. Rombun bütün tərəfləri bərabərdir də. İndi 4 dənə tərəfi 12-dirsə, bir tərəfi nədir? 3. Yadınızdadırsa, keçən dəfə də soruşdum. Rabitə düsturu belə idi. D1-in kvadratı ilə D2-nin kvadratı 4A kvadratını verirdi şeydə, rombda. 4 vur, A-nı bilirsən 3-ün kvadratı, 4 vur 9, 36 qalır. Elə bunu soruşur. Deyir ki, diagonalların kvadratları cəmi. Aydındır. Asandır. Bu sual ümumiyyətlə çox asandır. Heç yazmasaq da olar əslində. Bax, AB-ni verib sənə. ABC-də verib daha doğrusu. Sənə deyir ki, burada AD 81-dir. Bura 81-dir. CD 36-dır bura. AB 39-dur. Bu ikisi 75 olur. Düzmü? 75-in üstə 6 gələndə 81 qalır. Elə bil cavab Y-bəndidir. Aydındır. Yəni, çox asan düşüb. Biraz gülməli formada. Bura baxaq. Bu maraqlıdır. Bura diqqətlə baxın. Deyir, radiusu 4 olan kürənin daxilinə bərabər tərəfli silindir çəkilib. Bir dənə kürəni biz bu görüntüdən, bu rakursdan çəkirik. Bura bir dənə elə bil silindir çəkilib. Bura bir dənə silindir çəkilib. Özdə deyir, bərabər tərəfli silindir çəkilib. Bərabər tərəfli silindirin nə fərqi var digərlərindən? Aysa, ox kəsiyi kvadratdır. Ox kəsiyi kvadratdır. İndi orada nə baş verir, mən sizə deyim. Radiusu 4 olan kürə demir. Radiusu 4 olan kürə deyirsə, elə bil 4 bura, 4 bura. Diagonal düşür 8. Bildiniz? Kürənin radiusu 4-dür. İndi sən nə deyir? Bərabər tərəfli silindirdir deyir. Bərabər tərəfli olduğu üçün, bax, kvadrat olduğu üçün bura A-dırsa, bura da A-dır. Bəli, elə bil A köhdə 2 düşürdü ora. İndi sən fikirləşirsən ki, A köhdə 2 əgər 8-dirsə, yəni, bir daha deyirəm, burada da bizim A köhdə 2-miz. Onda A nədir? 8 böl köhdə 2, yəni 4 köhdə 2. Düzü? Onda burada, bura düşür 2 köhdə 2, burada 2 köhdə 2. Hündürlüyündə nə olur? 4 köhdə 2. Aydındır. Nəyi soruşur səndən? Deyir, kürənin səthinin sayəsi. Kürənin səthinin sayəsi nə idi? 4 pi r kvadratı. 4 vur pi, kürənin radiusu 4 idi. 4-ün kvadratı, 16-ın 4-ü, 64 pi. Bu getdi. İndi kesin obrisinə. Silindirin tam səthinin sayəsindən. Silindirin, belə deyək də, bir yanı olur. 2 dənə də oturacağı olur da. S yan. İşte gəl, 2 dənə S oturacağı olur. S yan da 2 pi r h idi, yadınızdadırsa. S oturacaq da pi r kvadratı idi. 2 pi r-i çıxardanda çölə nə qalır? H üstə gəl, r qalır. İndi bir dənə burada qarşılıq düşməsin, onu sizə deyim. Buradakı r ilə yuxarıdakı r fərqlidir. Buradakı r aşağıdakı dairənin r-idir. Yəni buradır, bildiniz? Yəni o kürənin radiusundan bu bir deyil. Aydındır? 2 pi vuraq. Silindirin oturacağındakı dairənin radiusu 2 köhdə 2. Hündürlük 4 köhdə 2. Üstə gəl 2 köhdə 2 də yenə silindirin oturacağındakı dairənin radiusu.
Bura oldu 4 köhtə 2 pi, vuraq 6 köhtə 2. Köhtə 2-ni köhtə 2, 2 eləyir, 4 vur 6-ya da vuranda 48 pi qalır. İndi sənə nə deyir? Nə qədər böyükdür deyir. Bu, bundan. Çıxırsan, 64 pi'dən 48 pi çıxırsan, o da qalır 16 pi. Aydın da belə. İndi çətin deyərsiz deməsiz, amma məncə blok üçün normal sualdır. Hə, yəni belə biraz vaxt ala bilər. Silsilə asan düşüb. Deməli, ayının açılışı A1 üstə gəl n-1 d idi də yadınızdadırsa. Bunu da sənə mənfi 27 verib. A1'i bilirsən 3. n-1 bilinmir. D tapaq. D-ni tapmaq üçün mən A7 çıxa 1'i 7 çıx 1'ə bölməliyəm. Yəni, mənfi 9 çıxa 3, 6'ya bölünür. Bu da qalır mənfi 2 deyəsən. Düzdürmü? D-ni də tapdıq mənfi 2. Bərabər mənfi 27. Buradan da cavabı olacaq. Elə bil, 3 çıxaq 2n üstə gəl 2 mənfi 27 edir. 3 ilə 2'ni saxlayıram. Mənfi 27 bu yana müsbət 27. Bura oldu 2n. 32, 2n isə n 16'dır. Biraz ola bilər uzatdım, amma siz daha qısa hesaplayarsınız. Problem yoxdur. Mən normal, asan sualdır bu da. Silsilə üçün. Aha, bayaq sizlə elə hər dəfə təkrarlayanda bu sualı verirdim mən sizə. Cüt perpendikulyar olanda sadəcə ABC böl 6 qutardı. İşte, bu da olur. Köhtə 2 vur, köhtə 3 vur, 3 köhtə 6 bölək 6. Bu da 3 qalır deyəsən. Çünki köhtə 2'ni köhtə 3'ə vuranda köhtə 6 edir. Köhtə 6'nı köhtə 6'ya vuranda 6 qalır. Vur 3, 6'lar gedir, 3 qalır. Yebəndi. Bu dəfə piramida belə düşdü. Sizin imtihanda ola bilər ki, tetraeder düşsün. Birbaşa düz sürünən falan yəni. Buna oxşar, bax, 2 dəfə izah eləmişəm buna bənzər sual. Bir mövzunu izah eləyəndə, bir təkrarda, bir kitabında, blok kitabı var idi oradan. Bax, bir dənə yadınıza salın. Bunu birbaşa belə yazsam olar da. Açılışla yazıram. Dx. Bax, buradakı mənfi plus eləsən əgər, 1 ilə 4 nə olur? Yerini dəyişir. Elə demişdim də yadınızdadırsa. Var idi suallarda. Ay, bağışlayın, orada cos kvadrat. Cos kvadratı 4x. Bir də dx. İndi 4'ün bir əlini saxlayırsan. Sən buradan bununla bunu toplasan əgər, x kvadrat çölə çıxır, yerdə nə qalır? Sin kvadratı 4x üstə gəl, cos kvadratı 4x. Bir dənə dx də dişlərinə qardır. Baxırsan ki, bu nə inir? 1. 1'i x kvadratına vuranda heç nə dəyişmir. Qalır elə x kvadratı dx. X kvadratın integralı x üstü 3 böl 3 olur da onda. Elə bil 2 üstə 1 gəlirsən 3, həmin 3'ə də bölürsən. Sərhəd 4'ün 1'ə verib. Bir dəfə 4 qoyasan 4'ün kubu böl 3, bir dəfə də 1'in kubu böl 3. 64'dən 1 çıxanda 63, 3'ə böləndə 21 qalır. A bəndi. Demərəm çətindir. Yəni, bir balaca o yer dəyişməni eləyəndən sonra asan olur. Tənliyin kökləri çoxluğu 1, 2, 3 K-dır. Bir də M plus P 2'dir. K-nı tapın deyir. İndi bax, bir dənə söz deyim sizə. Biz tənliyin köklərini tapmaq istəyəndə bir buranı 0 eləyirik. Bir də buranı 0 eləyirik. Düzümü? Burada köklər cəm nədir? Mənfi M. Burada köklər cəm nədir? Mənfi P. İndi, bax, bu köklər nədir? 1, 2, 3, K özü verib də. Onda belə çıxır ki, x1, x2, x3, x4 hamısı bir yerdə mənfi M ilə mənfi P'dir. Düzdür?
Bu köşklərin hamısını burada verib. 1, 2, 3K. Yazırsan yerinə 1, 2, 3, bir də K. Mənfini çölə çıxarsan burada. N plus P olur. N plus P orada nə verilib? 2. Onda olur mənfi 2. Bura nə oldu? 6 üstə gəl. K. Burada mənfi 2-yə bərabər. K nə oldu? Mənfi 2 çıx 6. Mənfi 8. Belə. Biraz fikirləşsəz taparsınız. Yəni bu mən tez yazım, amma baxmayın. Aydın oldu. Orada çünki deyir köşkləri çoxluğu odur. 1, 2, 3K'dır. Bir də orada N plus P-ni 2 verib, sən M ilə P-ni görəndə tutursan ki, söhbəti, köşkləri cəminlə işləməyə məcbursan. Misal üçün, N ilə 2 versəydi, avtomatik nə edəcəyik? Vuracaqdıq. Asan sualdır. Radiusu 4 veribsə, bura 4. Onda burada 4, burada 4. Düzdür? İndi radiusla toxunan kəsiyəndə bura həmişə qalır 90 dərəcə. İndi 30-un qabağı 4-sə, hipotenuz olur 8. Onda bura 4 qalmalıdır ki, 4, 4, 8 versin. Düzdür? A-dan C-yə uzunluq da olur, elə bil, 12. 4, 4, 4. Bu Y bəndi olacaq. Bu ehtimal şeydə biraz düzgün cavabı qaralayanda sonra siliblər cavabları, ona görə şey düşüb. Belə, aydındır. Bu sualda çap xətası var. Yəni o cavablara görə. Bura 4 deyil, 4 buradadır uşaqlar. Əsl sualda. Çünki PDF-ə baxmışam, bir də Nurayda atıb testi orada da baxmışam. Nəyə görə onların fərqi var? İndi mən sizə deyəcəm. Normalda 4 ilə 4 gedir, nə qalır? Modula açıq 1. Bu tək dərəcə deyə modula ehtiyac yoxdur. Hə, indi burada da 4 ilə 4 gedir, qalır 1 çıx K. Bəs niyə modula yazmıram? İndi onu sizə edeyim. Bax, burada onsuz da sən aya nə yazırsansa yaz. Mənfi də alsa, o 4 onu neynir? Müsbət edir, problem heç vaxt olmur. Amma sən burada aya ürəyin istədiyin şeyi yaza bilməzsən. Çünki orada kökün altına artıq mənfi çıxartmış olursan. Ona görə də 1 çıx 2A sıfırdan böyük bərabər olmalıdır. 1 2A-dan böyükdür. A 2-də birdən kiçik ədəddir. Yəni, misal üçün deyirəm, A tutaq ki, sıfırdır. Tutaq ki, yəni dəqiq demirəm. Onda sıfırdan 1 çıxsa mənfi qalar deyə yerlər dəyişir. Buranı da hesablayırıq. 3A-dan 1A çıxanda 2A, 2A-dan da 2A çıxanda gedir. Yerdə qaldı 1 çıx 4 üstəgə 1 mənfi edir. Bir dənə deyə bilərsiniz ki, burada niyə modul qoymadım? Onsuz da şərt buradan əmələ gəlib də. Düzdürmü? Oranın mənfi olma ehtimalı yoxdur deyə, ora gərək 1 çıx K müsbət olsun, olduğu kimi çıxsın. Oranın mənfi olma ehtimalı yoxdur çünki, bildiniz? Yəni, yer dəyişməyə ehtiyac yoxdur. İstəsə, yəni, keyfiniz istəsə modul qoyarsınız. Heç nə dəyişməyəcək. Buna baxırdıq biz, 14. Hə. Bu da asan sualdır. Misal üçün, sadə vuruqların sayı deyir də, sadə vuruq. 4 sadə ədəd deyil. Ona görə sən 4-ü 2-nin kvadratı kimi yazırsan, üstündə 2n. 9-u da 3-ün kvadratı yazırsan, üstündə m. Bu olur 2 üstü 4n, vur 3 üstü 2n. Düzdürmü? Sadə vuruqların sayı nətər tapılır? Bunların cəmi də, yəni 2-dən tutaq ki, 5 dənədir, 3-dən 7 dənədir, misal üçün. Toplayırsan, elə sadə vuruqların sayı çıxır. Yəni 4n ilə 2n bir yerdə 12 edir. 2-yə böləsən 2n plus m 6 edir. Düzdürmü? İndi burada belə bir məsələ var. Sənə deyir, m-in ala biləcəyi qiymətlər. Biz n-dən başlayaq. n-ə 1 qoysaq, bura nə olar? 2 üstəgəl, 4 olmalı ki, 6 versin. N-ə 2 qoysaq, nə olar? 2 vur 2, 4. 4-ün üstə nə gəlməliyəm? 2.
N-ə 3 qoya bilmirəm. Niyə? N-ə çünki 3 qoysam 2 vur 3, 6. 6-ın üstünə nə gəlməliyəm? 0. Bu mümkün deyil. Bayaq dedizə N-ə niyə 0 qoymuruq? Naturaldır. Ona görə də orada 0 ola bilməz. Yəni, M-in ala biləcəyi qiymətlər 4 ilə 2 ola bilər ancaq natural. O da 4 ilə 2-nin cəmi elə bil 6-nı verə bilər. Oldu. Belə. X bərabər plus minus normalda arc cos olur. Orada verilən bucaq. Qiymət üzr istəyirəm. Üstə gəl 2 pk. Belə də standart düstur. İndi burada bir məsələ var idi ki, elə bil ki, əgər kosinus və kotangens mənfi olsa, nə yazırdıq biz orada? Pi çıxılsın bucaq yazırdıq. Kökü 3 bölü 2 harada alır kosinus? 30-da. Yəni pi bölü 6-da. Düzdür? Bu da olacaq onda 5 pi bölü 6, yəni çıxandan sonra üstəcək 2 pi k. Aydındır. Cavabdır. Çətin deyil. Bir dənə orada diqqətli olun ki, o mənfi söhbətini unutmayasınız. Kotangens və kosinusda ancaq mənfi varsa arcda pi çıxılsınla yazılır. Adi olanda elə misal üçün bucağı yazırsan, qutarır. Plus minus misal üçün pi bölü 6. Bu sual biraz vaxt aparacaq. Yadınızdadsa bu sualdan təzəcə yenə işləmişdik. Mənsə orada belə bir şey demişdim. Deyəsən sən sual verdin ya kimsə. Hə, deyəsən İbrahim sual vermişdi. Belə bir şey demişdim. Demişdim ki, əgər ən kiçik qiymət tapmaq istəyirsənsə böhran nöqtəsini tapmalısan. Yəni bax törəməsi nə inir onun? Gəl tapaq bir dənə. Aha. X kubunun törəməsi 3x kvadratı. X kvadratın törəməsi 2x. Bir də 11,2 ədəddir. Törəməsi 0. Demişdim ki, əvvəl böhran nöqtəsini tapırıq. Yəni, törəməni 0 edirik. Buradan sonra nə olur? Buna bu gedir. Olur. -2-də 1x kvadratı çıx x bərabər 0. Belə olur. Hər tərəfi -2-yə vuraq. Biraz canımız rahatlaşsın. -2-yə vuranda bura müsbət x kvadratı. -2-yə vuranda bura müsbət 2x. Oldu 0. Bunun kökləri nədir? Ya 0-dır. Bir böhran nöqtəsi budur. Digər böhran nöqtəsi -2-dir. Biz ən kiçik qiyməti tapmaq istəyəndə, indi mən ekstremum söhbətlərinə falan girmirəm. Nə edirik? Birinci, siz rahat olsun deyək. 0 qoyun. Tənliyin özün yerinə. Bura qoyasınız yəni. Orada nə olur? -6-da 1 vur 0-ın kubu. Çıx 2-də 1 vur 0-ın kvadratı. Üstə gəl 11,3-də 2. Burada cavab 11,3-də 2 çıxır. Bu belə. Keçdik ikinciyə. Bu dəfə -2 qoy. -6-da 1 vur -2-nin kubu. Çıxaq 2-də 1 vur -2-nin kvadratı. Üstə gəl 11,3-də 2. İndi -2-nin kubu -8 eləyir. -mənfini aparır. Hə? 8 bölü 6 qalır hə burada. Burada da -2-nin kvadratı 4 eləyir. 4-ü 2-yə böləndə 2 qalır. Üstə gəl 11,3-də 2. Düzdürmü? Bunu ixtisar aparanda 3-də 4 olur. 11,3-də 2-nin üstə 3-də 4 gələndə 11,3-də 6. Düzdür? Bir də çıxaqdı bura. Mən o dairəyə alanda ora plus oxşadı. Bu 13 olur. 6-ı böldüm 2. 11-in üstə 2. 13. 13-dən 2 çıxdım. 11. Bu ikisi arasında ən kiçik qiymət hansıdır? 11. Biz normalda cavab olaraq 11-i götürməliyik. Sadəcə, əgər ki, sənə burada aralıq veribsə, o aralıqdakı qiymətləri də qoymağa məcbursan. Yəni, misal üçün, -2 də qoyasan ora. -6-da 1 vur, -3-ün kubu, çıx, 2-də 1 vur, -3-ün kvadratı, üstə gəl 11,3-də 2. Bu edir, mənfini aparır, 27 bölü 6 qalır. Bu edir 9, bu olur 9 bölü 2. Üstə gəl 11,3-də 2, düzdürmü? Bunu ixtisar aparanda 3-ə böləndə 2, 3-ə böləndə 9.
2-də 9, 2-də 9 aparır, 11 tam üstə 2 qalır. Hələ də ən kiçik hansıdır? 11. Hələ də budur. Bir dənə də nəyi qoyacaq? Mənfi 1-i. Mənfi 1 qoyanda mənfi 6-da 1 vur, mənfi 1-in kubu çıxaq. 2-də 1 vur, mənfi 1-in kvadratı üstə gəl, 11 tam üstə 2. Bunu da hesablayırsan, mənfini apardı 6-da 1, çıxaq. 2-də 1, üstə gəl, 11 tam üstə 2. Buranı 3-ə, buranı da 2-yə bıraq. 6-da 1, çıxaq, 6-da 3, üstə gəl, 11 tam 6-da 4. İnşallah bu 11-dən böyük qiymət verir də deyəsən. 11 tam 6-da 2 edir deyəsən. Yəni, ən kiçik qiymət burada 11 aldıq. Bir də deyirəm, normalda törəməni tapıb, sıfıra bərabər eləyib böhran nöqtəsini tapırsan. Yəni, böhran nöqtələri də ola bilər. Sonra yerinə qoyanda ifadənin özünün, törəməsinin yox. Hansını ən kiçik alırsansa o ən kiçikdir, hansını böyük alırsansa o ən böyükdür. Sadəcə aralıq veribsə, sən məcbursan ki, aralıqları da qoyub yoxlayasan. Nə olsun bu misalda tutmadı? Ola bilər ki, sizin imtihanda misal üçün o tutar. Bilirsiniz? İmtihanda biraz vaxt aparmaq baxımından ən pis sual odur. Hələ ki. Fx çıxaq Gx-i bir dənə yazaq. Fx nədir? Kx plus b. Gx nədir? X kvadrat çıxaq 9 böl x. Ortam məxrəc edəsək buranı biz. Olacaq k kvadratı x plus bx çıxaq x kvadratı üstə gəl 9 böl x. Belə oldu? Kx kvadrat. Orada səhv qeyd eləmişəm. Belə. İndi yazıram. Limit x müsbət sonsuzluğa yaxınlaşır. Kx kvadratı çıxaq 1x kvadratı üstə gəl bx üstə gəl 9 böl x bərabər 6 deyir alıb da. Sənə deyir k və b-nin cəmi nədir? İndi mən sizə bir dənə sual vermək istəyirəm. Normalda, bax, elə belə deyirəm, özümdən uydururam. Misal üçün, limit x müsbət sonsuzluğa yaxınlaşır. Mən sizə desəm ki, 6x üstə gəl 7 böl x. Limiti nədir? 6. Yaxşı, mən sizə desəm ki, 7x kvadratı plus 6x üstə gəl 7-nin limiti. Belə limit çıxmayacaq da, düzümü? Yəni, burada nəyə görə olmayacaq? Çünki bu korluyur. Bu 6 verə bilməz də, düzümü? Niyə 6 olmaz? Çünki qabaqdakı x kvadratı da ən böyük. Ona görə buranın 6 olmaq üçün biz nə etməliyik? X kvadratını gərək sıfırlayaq ki, x kvadratı qalmasın. Burada x kvadratın sıfır olmağı üçün k-ya nə qoymalısan? K-ya 1 qoymalısan. 1x kvadratla x kvadratı çıxanda geçsin deyə. Ondan sonra limit nə olacaq? B böl 1. Düzü? B böl 1 6-dırsa B nə olacaq? 6. Bu 6 bu 1-dirsə cəm 7 olur. Yəni bu limitin cavabının 6 olmaq üçün yuxarıda x kvadratı qalmamalıdır. Bildiniz nə demək istəyirəm? Çünki yuxarıda x kvadratı qalanda bax belə bir söhbət yaranır. 6-ya bərabər olma ehtimalı qalmır. Fikrim çatdı? 18 konfet kimi sualdır. İmtahan uzaq qismət. Orta məxrəc eləsən, mn bura, n plus m də bura. Heç nə, 16-nı 4-ə böləsən, cavab 4 çıxacaq. B bəndi. Aydındır. Belə. Mən də sual verirəm ki, aydındır. Çox qəliz bir söhbət deyirəm. İnşallah onu söhbət edəyək. Valla belə dəqiq bilmirəm. Amma deyəsən qapalılar 4 nöqtə neçədir? 4.5 falan. Hə, elə bir şeydir. Onlar. İndi bizə nə deyir? Deyir ki, bu ədədin 40%-dir. Bunun 40%-dirsə, onda 40-a vurub 100-ə bölməli deyiləm. Hə? Eyni şey də, fərqi yoxdur. 40% deyən 40-a vurub 100-ə bölürsən də. Burada bunlar getdi.
Onu bu yana vuranda, onu bura vuranda olacaq 30m çıxaq 50 bölən bərabərdir. 4-ü də vuranda 20m üstə gəl 40 böl n olur. 30m-dən 20m çıxanda 10m 40 belə eləyək də, toplayacaq da bunu. Bu sağa keçəndə toplama olur. 90 böl n olmur 40-ın üstə 50 gələndə. Bu sıfırlar getdi, n vur n nə olur? 9. Oldu. Bilin. Bu da asandır. Gəl bu suala baxaq. Burada B-ni verib 7. AB-ni 16 verib. CD-ni AB-yə paralel verib. Bax, bura ilə bura paraleldir. Ona görə mən buradan xətt uzatsam. Buradan xətt uzatsam nə baş verir? Bax, CD 9-sa bu yanda nə olur? 9 düşür. AB-ni sənə şərtdə ümumi 16 verməyib. 16-dan 9 çıxasan burada nə qalır? 7 qalır. Düzdürmü? İndi bizə nəyə soruşur? SY parçasının uzunluğu. Bura bir dənə X cüpulladaq getsin. Bir sual verim. İndi bax, bu gördüyünüz fiqurlarda bax, bu yuxarı ilə aşağıda paraleldir. Sağ-sol da paraleldir. Sən baxırsan ki, əgər bura alfadsa, burada nə olmalıdır? Alfa. Bir də burada paralelogram yarandığı üçün bura betadsa, burada beta qalmırmı? Onda belə çıxır ki, bu YDS üçbucağınla ABS üçbucağı nədirlər? Oxşar. Oxşardılar. Çünki bunda da alfa beta var, onda da alfa beta var. Əgər iki bucaq eynisə, üçüncü məcbur nə olur? Eyni olur. Bucaqlar eynisə, bunlar nədir? Oxşardılar. Aha. İndi belə deyək. Kiçik üçbucaqda alfanın qabağı 9. Böyük üçbucaqda, yəni ABC-də alfanın qabağı, biraz bu çəkmə oxu. Alfanın qabağı 16. Kiçik üçbucaqda betanın qabağı X. Böyük üçbucaqda betanın qabağı ümumi götürürük. 7 plus X-i. Hə? 16 vur X bərabərdir. 9-u 7-yə 63 plus 9X. Bu da çıxanda 7X-imiz qalır 63. X-imiz də düşür 9. Aydın oldu? Belə. Yenə bir həndəsə. Bax, AD ilə DB-ni 10 verib. Bu ikisi də 10'dur. Sonra deyir AY 12'dir. YS də 4'dür. Bura 4, burada 12'dir. İndi sən baxırsan ki, burada, bax, düz bucaqlı, üç bucaqda median nə idi? Hipotenuzun yarısı, yəni bura düşür 10. Düzdürmü? Bu oldu bərabər yanlı. Bura ilə bura. Bərabər yanlıda median həm də nə idi? Tənbülən və ündürük. Hə? İndi median olduğu üçün aşağı ümumi nə qədərdir? 16. 16 olduğu üçün 8 bura düşür. Buranın da 8 olması üçün 4 qalmalı deyil. Biraz ölçü oxşamaya bilər, amma şərt elədir. Aydındır. İndi 8, 10, bura nə qalır? 6. Pifagora görə 6'nın kvadratı üstə gəl, 4'ün kvadratı x-in kvadratını verir. Bu da 52 eləyir. X də olur kökdə 52, yəni 4 vur 13. Bu nə düşür? 2 kökdə 13. Cavab olur Abənd. Aydın oldu? Çətin deyil məncə. Görmək lazımdır edilməyə ki. Bu çox asandır, bax. Sizdən milyon dəfə soruşmuşam da bu sualı. Bərabər tərəfli üçbucağın sayəsi A kvadratı. Kökdə 3 böl 4 ayısı. Bu da kökdə 3 böl 2 verib özü. Bunlar getsə əgər nə baş verir? 2A kvadratı 4 olur, A kvadratı 2 olur, A da kök altı 2 olur. Debənd. Oldu? Belə. Buna baxaq.
cos, bunu biraz balacalaşdırım, yazı yerimiz biraz böyüsün. Hə? Yekən yenirik şu an. Cos 4 alfa qalsın burada. Üstə gəl. Bax, bura girişək. Pi üstə gəl 2 alfa olanda pi'də ad dəyişmirdi. 180'də. 180'də ad demişdik nədir? Dəyişmir. Ona görə bura nə qalır? Sin kvadratı 2 alfa kimi qalır. Düzdürmü? Mən burada sin kvadratı 2 alfanı. Sin 2 alfanın açılışı nə idi? 2 sin alfa cos alfa deyil idi. Kvadratı təpəsində. Bunun açılışı nə olur? 4 sin kvadratı cos kvadratı olur. Düzdür? Bərabərdir. Kosinus m/1 alfa. Buradan cos kvadratını ortaq çıxartsan əgər, yerdə qalacaq cos kvadratı alfa üstə gəl. İnşallah bir şey yaddan çıxıb burada. Bu 4'də 1 də var ya burada. Bu 4'də 1 də 4'ü aparır. Hə, burada qalır bir dənə sin kvadratı alfa. Bərabər cos m/1 alfa. Cos kvadratı alfa qaldı. Burada 1 eləmir. Yazma mənası yoxdur. Heç nə. M/1 2'dir. M-də nə düşür? Oldu. Belə. Azalan funksiya verib f(x)i. f15 7-dirsə f20 nədir? Bir dənə məsələn qeyd edeyim ki, ümumiyyətlə azalan funksiya odur ki, x artdıqca y azalırsa və yaxud da x azaldıqca y artırsa, bu azalan funksiya olur. Yəni bir digərinin tərsi olursa. Bax, burada görün nə baş verib. X nə olub? X artıb 15-dən 20-yə çıxıb. Onda y nə olmalıdır? Azalmalıdır. Onda 7-dən azalanda neçə düşə bilər ən böyük? 6-ya. Vahiddən söhbət getmir orada. Bax, bir də deyirəm. Əgər x burada nə olub? Artıb. Baxsınız, x artıqsa y nə olmalıdır? Azalmalıdır. Yəni 7-dən aşağı düşməlidir y. O da 7-dən aşağı düşəndə ən böyük tam qiymət nə ola bilər? 6. Ən kiçiyi soruşamazaq sənə orada. Artan desə 8 olardı. Hə? Artan desə 8 olardı. Bir sənə cəsəri bir dənə söz deyim. Orada müəyyən suallar var ki, onu sənə verə bilməz. İndi misal üçün, mən sənə deyə bilərəm ki, belə bir şey deyim sənə. X kvadrat çıxar 6x üstə gəl 8. Mən sənə deyə bilərəm, burada ən böyük qiymət tap. Tapamaram da. Çünki paraboladır, qol yuxarıdır. Bildin? Bunun ancaq çökəkliyi var, ən kiçiyi var. Ən böyük yoxdur ki. Ona görə sualı ona uyğun verirlər. Hə, yəni ən kiçiyini səndən bunu soruşa bilməz. Başa düşdünüz nə demək istəyirəm? O mümkün olan bir şey deyil. 7-dən balaca ən kiçiyi nə var? Mən nə bilim. Yox, yəni 6 var, 5 var, 4 var, 3 var. Mənfi sonsuzluğa qədər gedir. Ona görə deyirəm. Sualda 20 yerinə 14 qoysaydı. Hə, əgər bura 14 qoysaydı, onda x nə olacaqdı? Azalacaqdı. X azaldığı üçün y nə olmalıydı? Artmalıydı. 7-dən böyük ən kiçik qiymət nə ola bilərdi? 8. Sualı elə fırlada bilərdi. Bu arada sən dedin ən kiçik qiymət necə tapacaq? Y sıfırla. Ya y sıfırla taparsan 4ac çıxar b kvadratı bölək 4a, ya da böhran nöqtəsi törəməni tapıb 0 eləyirsən, aldın x-i yerinə qoyursan. Müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 30 dərəcə və 45 əmələ gətirən 2 mail çəkilib. Bu maillərin oturacaqları arasında məsafənin ala biləcəyi ən kiçik qiymət 8/3/8-dir. Böyük mailin uzunluğu nədir? Belə deyək də, şəkil 2 cür ola bilər. Biz normalda həmişə test toplusu suallarını belə görmüşük. Bir nöqtədir, buradan 2 dənə mail çəkilir.
Mailin biri budur. Bilən göstərin. Bax, biri var AB maili, biri də var AC maili. Düzdürmü? Deyir biri müstəviyə 30 və 45 dərəcə bucaq əmələ gətirib. Bu 30-dur. Bu da 45 əmələ gətirib. Ondan sonra 30, 90, bura nə düşür? 60. Bu da 45 düşür. Bu bilirsiniz nə yaxşı? Elə bir sonuçta safet kamp üçün qoyubsan belə. Biraz o tərəfdən baxın belə. Ayaq üstə durmaq üçün. İndi sən bilirsən ki, misal üçün, bura A-dırsa, 30-un qabağı A-dırsa, bura 2A-dır, bura A köhdür 3-dür. 45-in qabağı A-dırsa, bu 45-in qabağı da A-dır, burada nə düşür? A köhdür 2. İndi sənə nə deyir? Bu maillərin oturacaqlar arasında məsafəni ala biləcəyi ən kiçik qiymət. Oturacaqlar arasındakı ən kiçik qiyməti almaq üçün şəkil o formada olmalı deyil. Aradakı ən kiçik qiymətin alınması üçün mailin biri belə çəkilməlidir. Mailin digəri də belə çəkilməlidir. Necə bir şey olur? İndi mən sizə göstərim onu. Elə bil ki, bax, bura 30 düşür. Bura daha yığcam olduğu üçün 45 düşür. Burada da bura 45 düşür. Nəysə, burada 15 qalırdı elə bil. 60 olmaz üçün. Hə? Biz bayaq şəkildə nə dedik? Dedik 30-un qabağı əgər bura misal üçün A-dırsa, bura nə düşür? 2A. Bura A-dırsa, bura da A düşür. Bir dənə bura nə qalır? 60-ın qabağı olduğu üçün bura ümumi nə olur? A köhdür 3. İndi sənə nə deyir? Bu maillərin oturacaqlar arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət. Ən kiçik qiymət deyəndə bəli, buranı nəzərdə tutur. Onda A köhdür 3-dən, yəni ümmidən sən A-nı çıxmalısan ki, ən kiçik qiyməti alasan, aradakı məsafəni. O da 8 köhdür 3 çıxar, 8 olur. A-da 8 qalır, səhv eləmirəmsə. Belə bir şey olmalıdır. Yox, böyük mailin uzunluğu 16. Oldu? Bu indi açıq qapalı Osman bəy həlli yazmalıdır. Bu, yox, həlli tələb olunmur. Qabaş açıq qapalı. Hə. Sadəcə cavabı istəyirlər səndən. 26. Yəni, görə ara qaçdı. Hə. Bax, burada x kvadratı üstə gəl, y kvadratı çıxa 3y bərabər 0 verib, pini də verib 3. Düzdürmü? İndi mən orada nəyə fikirləşməliyəm? Çevrə tənliyin olmaq üçün x çıx a-nın kvadratı üstə gəl, y çıx b-nin kvadratı, radius kvadratını verməlidir, düzdürmü? Normalda sual belə olmalıdır, tənlik. X kvadratının başqa oxşarı yoxdur deyə, mən onu x çıx 0-ın kvadratı yaza bilərəm. Düzdədim? Amma y-in necə yazmalıyam? Mən sizə onu göstərim. Bunu nə yazsam mötərizə kvadratı olar? Bax, onu fikirləşməliyəm. 3-ü yarıya bölürsən 1/5. 1/5-in kvadratı nə edir? 2/25. Bunu nəyə görə elədim? Bax, bu nəyi verir? Y çıxaq 1/5-in kvadratı. Düzdür? Burada mən özümdən nə əlavə elədim? 2/25. Bunu yazanda tənliyi. Bəli, 2/25-i buradan özümdən gəlirəmsə, 2/25-dən nə eləməliyəm? Çıxmalıyam ki, tənliyin uyğunluğu pozulmasın. 2/25 özümdən koeffisiyentlə əlavə eləmərəm axı. Bu olur x çıx 0-ın kvadratı, üstə gəl y çıx 1/5-in kvadratı. Bunda sağa atırsan 2/25. Tənlikdə deməli r kvadratı oldu 2/25. Onda r nədir? 1/5. Sahə də pi r kvadratı deyil. Pi 3-dür. Bu da 1/5-in kvadratıdır. 3 vur 1/5 3/2-dir də. 3/2-in kvadratı 9/4. 27/4 alınır onda cavab. O da artsa eləyir elə bir 6/75 qalmalıdır. Aydındır? Belə.
ədədi pis veriblər. 27-yə baxaq. Çox sualımız qalmadı. Bax, 27-də deyir, funksiyalar üçün uygunu müəyyən elə. İndi 3 üstü mənfi x nədir? 3/1 üstü x deməkdir, də elə bil. Üstəgəl 3. Sən əvvəla fikirləşirsən. Mən x-i artırdıqca qiymət nə olur? Hə? İkisi artarsa qiymət azalır. Bəli. Azalır. Bir dənə bir şeyə fikir vermək istəyirəm. Deyən görüm orada mən səhv demirəm. Hə, düzdür. Qiymət getdikcə azalır. Yəni, misal üçün, 3/1-in üstə, misal üçün, 1 yazanda 3/1, 2 yazanda 9/1. Biri var, 3-ün üstə 3/1 gələsən, bir də var 9/1 gələsən. Hansı böyükdür? 3/1 daha böyükdür də. Yəni, sən x-i artırdıqca qiymət nə oldu? Azaldı. Onda bu nə funksiyadır? Azalandı. B-dir. 1-ə B getdi. 2-yə baxaq. 3 üstü x. X-i artırdıqca qiymət nə olur? Artır. 3 üstü 1 misal üçün 3-dür. 3 üstü 2 9-dur. Böyüdü də. 3 qoyanı biraz da artacaq. Arta gedir də qiymət. Deməli, bu nədir? Artandır. Buna da A gedir. 2-yə. 3-də bunlar necə ədədlərdir? Gəl birinci ona baxaq. Bu 1/3 üstü x deyil. Ədədin üzərinə tərsini gələndə 2 müsbət ədəd. Ən kiçik qiymət nə olur? 2 olur. Yadınızdaydı bu? Y alınır. Bir də ki, bu funksiya cüt funksiyadır. Niyə cüt funksiyadır? Mən isə cüt funksiyanı yoxlamaq üçün qayda demişdim, yadınızdadırsa. Demişdim ki, yerinə mənfi x qoyanda əgər gəlib eyni şey alırsa, bu cütdür. Yəni, misal üçün, x kvadrat deyil. Bu necə funksiyadır? Cüt. Niyə cütdür? Çünki yerinə mənfi x qoyanda gəlir yenə özünü alır. Ona görə biz buna deyirik cüt funksiya. İndi orada da həmin misalda bir dənə fikir ver. 3 üstü x üstə gəl, 3 üstü mənfi x deyil. X-in yerinə bir dənə mənfi x yaz. Yenə gəlib eyni şey almır. Yerlər dəyişir də sadəcə. Ona görə bu da necə funksiyadır? Cüt funksiyadır. Heç bir fərqi yoxdur. Fərqi yoxdur. Ona görə hər misalda nə tərsəsən. 1 üstü x onsuz da 1-i verir. Yəni, əsas orada 3 üstü x-dir. Aydındır. Qaldı 3-cə dənə sualımız. Bunları da bir dənə yazaq, yekunlaşdıraq. Deməli, bunları verib, sualları inşallah ki, oxuya bilirsiniz. Qoy, biraz böyüdüm istəyirsiniz. Atsa. İndi oxuyursa. Bax, bar qrafda xeyli şey verilib. Telefonlarla printerlərin elə bil həm sayı verilib. Elə ancaq sayı verilib də. Hə? İndi bax, orada belə bir şey deyək. A ilə B-dir də, düzdürmü? A da elə bil printerlər. Birinci telefon yazacaq birinci. Çünki sıranın qatanda yerlər qarışır. Bu telefondur. Bu da printerdir. Sayılarını gəl bir dənə yazaq ki, rahat olsun, həmişə eləyirik də. A-da 16 dənə telefon var, B-də 20 dənə telefon var. Düzdür? Sağ səhv yazsam, orada diqqətlə baxın. Sonra B-də, yox, printerə keçsik. Printer 28 dənə A-dadır. Düz yazdım, bir dənə baxın. Bar qrafdakı bütün məlumatlar radiusu 5 olan dairəvi diaqram vasitəsilə təsvir olunsa, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçənci olar, nədir? Oradan səhv düşüb. Neçə dərəcə olar bəlkə? Sahəsi neçə olar da, nəysə. Bax, A nə qədərdir? Telefonların sayı deyir də sənə. Hə, yazıram 16.
A markalı telefonlar üçün ayrılan sektorun sayısı. Ümumiyyətlə bunlar hamısı bir yerdə nə qədərdir? 16, 28, 20, 16 toplayanda nə qədər edir? 16, 16, 32, 32 üstə 28, 60, 80. Elə bil, bütün hamısını dairəvi bir sektora yazsaq, dairəyə yazsaq, ümumi 100%-nə elə bil 80-dən 16-sı A markalı telefon olacaq. 80 dənə cihazdan 16 dənəsi A markalı telefondur. Bunu indi biz nə edəcəyik? Ancaq telefon deyil ama biz bütün telefonu sana götürdük. Hı? Ancaq telefon deyil ama biz niye bütün telefonu götürdük? Yox. Barqrafdakı bütün məlumatlar deyir, dairəvi diaqram vasitəsilə təsvir olunub. Bütün məlumatlar deyir. Ona görə bütün götürdüm. Elə bil, bax bu nə deməkdir? 5-də 1. 365-də 1-ə vuranda 72 dərəcə düşür. Deməli, sektorun sayı düsturu nə idi? Pi r kvadratı alfa bölü 360. Pi-ni verib bizə. Pi-ni verməyib. Pi vuraq. Radius sözü deyir 5-dir. 5-in kvadratı 25. Bu 72, bu da 360, hə? Metre çevirir ya. Nəyi? Santimetre herhalde çok az metre çevirir. Yox, demirdi elə bir şey. Neyinirsən ki? 5, bu da nə olur? 5 pi. Oldu. Belə. Bunu mən siləcəm. Onsuz hamısı video qeydə alınıb da. Düzdürmü? Buranı silək. Buranı silək, keçək ikinci sualı. Orada nə deyir? Deyir, A markalı telefon və B markalı printerlərin qiymətləri cəmi 120 manatdır. Printerlərin qiymətləri cəmi. Yox, printerin qiymətləri cəmi. A markalı telefon və B markalı printerin. Yəni, arasında bir dənəsini götürürsən də, elə bil. İncə belə deyək. A markalı telefon, burada nə deyir? A markalı telefonun, B markalı telefonun 10% ucuzdur. A markalı telefon elə bil ki, tutaq ki, A-dsa, B markalı telefon 10% ondan ucuzdur. 0.9 A-dır. Düz dedim? Burada telefondan söhbət gedir. Bir də deyir, A markalı printer, B markalı printerdən 20% bahadır. A markalı printer, B markalı printerdən. Yəni, B bahadsa 20%. Onda bura 1.2B olur. A, B-dən 1.2B-yə çıxdı. Elə bil 20% baha oldu. Bu da oldu nə? Printer. Düzü? İndi orada bir şey də deyir ki, A markalı telefon və printerin qiymətləri cəmi, telefon və printerin qiymətləri cəmi, B markalı telefon və printerin qiymətləri cəminə bərabərdir. Yəni, belə çıxır ki, A markalı telefon nədir? A-dır qiyməti. Printerdə 1.2B-də A-ya aid olanların cəmi, B-yə aid olanların cəminə bərabərdir. Bunu demək istəyir də bizə. İndi A-dan 0.9A çıxanda 0.1A bərabərdir. Mən orada nəyəsə səhv yazdım, nə deyəsən? Plus B. Yox, düz yazmışam axı. Bunu bu yana atanda sadəcə bir dənə orada bir şey A markalı telefon, B markalı telefon printerdən A markalı printerin B markalı printerdən 20% baha olmasını deyir də. Mənim A B-dən ucuzdur. Yuxarıda A 0.9 olmalıdır, B A olmalıdır. A, B... A markalı telefon, B markalı... Hə, 10% ucuz buradır. Hə, onda yerəni dəyişik yazmışam. Özür sayın. Bircə dəqiqə bu saat düzəldirəm. Hə. A daha ucuz da. Onda bir dənə düzəliş verək. A daha ucuzdursa, onda bura A, bura 0.9A olur. Düzü? Hə, indi düz gələcək.
Deməli, A markalı telefon 0.9A-dır. Printerdə 1.2B-də. B markalı telefon A-dır. B markalı telefon elə B-də. Bunda belə düşdü. 1.2B-dən B çıxanda 0.2B. A-dan 0.9A çıxanda 0.1A. Onda 2B 1A-ya bərabər oldu. Bu getdi öz işinə. Davam edirik. Sualda nə deyirdi bizə? Deyirdi ki, A markalı telefon və B markalı printerin qiymətləri cəmi 1120 manatdır. A markalı telefon nədir? 0.9A. B markalı printer elə B-dir də. Qiymətləri cəmi 1120 manatdır deyir hə sənə. 1120 manat. İndi biz nə edəcəyik? A-nın yerinə 2B yazsaq, 0.9-u 2B-yə vuranda 800 edir. B, bəli, 2.8B 1120 qalır axı burada. Bir dənə bunu bölün. 11.228-ə bölün. 400 edir də bu. Hə? 4-ə vuranda 20. Buradan 112. Hətta 400 qalır. Bu 400-sə, onda A nədir? 800-dür. Mən A-nı 800 demişim. Hə. B markalı printerin qiyməti tap. 400 manat onda, hə? Bu da belə. Keçdik sonuncuya. Bu da lazım deyil. Deyir, bu mağazadan təsadüfən seçilən iki telefon eyni markadan olması hadisəsinin ehtimalı. Burada ümumiyyətlə belə deyək. İki dənə hal baş verə bilər. Birinci hal. Deməli, təsadüfən seçilən iki telefon deyir. Telefonlar nə qədərdir? 36 dənə. 36-sından ikisini seçməliyəm. İkisi də deyir, eyni markadan olmalıdır. Eyni markadan olması üçün ya ikisi də A olmalıdır, yəni 16'da 2 olmalıdır. Bu birinci hal. Ya da, ikisi də nə olmalıdır? B olmalıdır. 28. 20. Telefon deyir. Telefon deyir. Bildiniz? Ya 36'sından ikisini seçəcəm. 16A telefonundan ikisi olacaq. Ya da 36 telefonundan ikisini seçəcəm. 20 dənə B telefonundan ikisi olacaq. Bunları da hesablayarıq. 16 faktorial bölə 2 faktorial. 16'dan 2 çıxanda 14 faktorial qalır. Bu da 36 faktorial bölək. Vur 34 faktorial qalır. Bundan bu gedəndə 15 vur 16 qalır. Böləndə 2-yə 15 vur 8 qalır. Bu bundan gedəndə 35 vur 36 qalır. 36-nı da böləndə 18 qalır. Bunu saxlayıram. Gəl aşağıda hesablayaq, bəlkə toplayanda rahat olar. 20 faktorial bölə 2 faktorial. 20-dən 2 çıxanda 18 faktorial. 36 faktorial bölək 2 faktorial. 36-dan 2 çıxanda 34 faktorial qalır. Bundan bu gedir 19 vur 20. 19 vur 20'ni 2'ye böləndə 19 vur 10. Bundan da bu gedir. Bu da 35 vur 18 olur. Məxrəclər eyni oldu. Bir dənə 190 üstə 120 gəlin. 190. Biz bunları toplayacaq da elə bilin ki. 190 üstə 120. 310. Bir dənə 35'i də 18'ə vurun. 640. 35 neçə? 18. 630. 630. Bunlar da getdi, cavab qaldı 63 üstə 31. Aydındır? Yəni bu ikisini toplamaq lazım. Çünki ayrı-ayrı şərtlərdən söhbət gedir. Aydın oldu. Bəli, ehtimal soruşur. Belə, bu qədər.